Nə olsun gəlir bu cəhənnəmə? Sən mən orada nə göstərsən? 80 milyard var dövlət büdcəsinin. Bir də 900 trilyon dollar olsun. Cəhənnəmə. Mənim uşağım acından ölür evdə. Bu mənə büdcədə nə bilim profit göstərir ki 100 milyon var orada. Ha bir də 5 trilyon olsun. Ha cəhənnəm olsun orada. Mənim uşağımın xəstəxanası yoxdur. Mənim uşağımın getməyə xəstəxanası yoxdur. Xəstəxanada avadanlıq yoxdur. Səhiyyəsi yoxdur. Hamısını cibimdən xərcdir, hamısı. Mənə deyir orada 500 milyard var. Bir də trilyon olsun orada. Bu hökumət üçün artıq biz insan deyilik. Bunu beynində artıq bir qırağa qoymalısan və başlayıb öz-özünə fikirləşməlisən ki, mən bunun qarşısını necə ala bilərəm? Dövlət, baxın, korrupsiya təkcə dövlət xəzinəsi oğramaq deyil, başa düşürsünüz? O iqtisadiyyatını məhv eləməkdir. Gələcəyin qazancını, imkanlarını məhv eləməkdir. Neftdir, qazdır, balıqdır, nə bilim ikradır, soğandır, pomidordur, striptiz klubdur, bütün hamısı, onun başlarında durduqları hər şey varmı? Onlar əslində hansı sərvətə, bilirsinizmi nəyə çevrilməli idi? Neft məktəbə çevrilməlidir, neft həkimə çevrilməlidir, neft texnologiyaya çevrilməlidir, neft insan kapitalına çevrilməlidir, bizneslərə çevrilməlidir, gələcəyin nəsillərinin sərvətinə çevrilməlidir neft. Neft oğurlamaq üçün deyil, qaçırtmaq üçün deyil.